Tez-tez belə iradlara rast gəlirəm ki, talış liderlərdən kimsə biri danışanda, talış aktivistlərdən kimsə biri danışanda deyirlər ki, bəs talışlar sənin dediyindən razı olmaz, sən necə bu cürəti tapırsan ki, talışların adından danışasan və bunu deyənlər elə danışır ki, sanki özləri hansısa bir demokratik ölkədə yaşayır. Bəlkə də xaricdə, Avropada yaşayanı var deyir bunu, onu demirəm. Yəni Azərbaycan sanki güclü bir demokratik bir ölkədir. Burada insanların sərbəst və azad seçim hüququ var və biz də ondan yararlanmamışıq. Mən sizə indi göstərim ki, tarixi faktlarla Azərbaycanda heç vaxt seçki mühiti olmayıb və azad seçki keçirilməyib. Və belə bir halda da, yəni talışlar necə öz seçim haqqından istifadə edə bilərdi ki, orada seçim haqqı yoxdur. Misal üçün, Qondarma Azərbaycan Respublikası qurulanda 1918-ci ildə, 17-18-ci illərdə bunun hər hansısa bir seçki haqqı olmamışdı insanların. Yəni insanlar gedib seçkidə iştirak edərək bu hökuməti seçmə haqqına sahib olmayıbdı. Və həmçinin Qarabağda ləzgilərin, avarların yaşadığı yerdə, həmçinin talışların yaşadığı yerdə bu hökumətə qarşı güclü etirazlar olubdu. Lənkəranda Muğan Sovet Respublikası yaradılıbdı. Bundan əvvəl Bakıda başqa qurumlar var idi ki, bunlar qəbul etmirdi. Osmanlının, sonra Rusiyanın, daha sonra Britaniyanın gücü ilə bu üsyanları yatırmağa başladılar. Bu insanları qırmağa başladılar və ayrı-ayrı güclərin, xaricdən gəlmiş güclərin vasitəsilə bunu etdilər. Və sonra dedilər ki, biz güya demokratik ölkə qururuq. Harası demokratikdir? Demokratik falan deyildi. Azərbaycan Respublikası qan üstündə qurulub. Yəni burada nə bilim insanlar gəlib səs verib, hansısa bir seçki olub. Belə bir söhbət yoxdur. Cəhənnəm deyərdim ki, yəni əhalinin böyük bir hissəsi razı olub, amma seçki keçirilib, amma razı olublar ki, belə bir respublika yaransın. Xeyr, belə bir söhbət olmayıb. 1918-ci illərdə Azərbaycanın indiki əhalisi Azərbaycan nədir heç bilmirdi. Yəni gəlib bir Bakıda yaşayan desərdin ki, Azərbaycan adlı respublika yaranacaq, deyəcəkdi nə danışırsan, sənin başın xarabdır, Azərbaycan nə olan şeydir. Belə bir terminologiya yox idi, ay qardaş. Azərbaycan terminologiyası İrana aid bir şeydir və İranda formalaşmışdı. Yəni İranda Azərbaycan var idi, İranın bir hissəsi kimi və orada formalaşmışdı. Bizim bu tərəf isə adətən adlanıb Talış, Şirvan və Abşeron. Bu qədər sadə. Bir də Qafqaz var idi. Bu qədər. Yəni burada hamısı Azərbaycan olub, falan olub. Bunlar hamısı boş söhbətlərdir. İndi reallıq yaranıb, yəni belə bir respublika yaradıblar, qondarma da olsa, adı falanı, seçkisi olmasa da, amma burada heç vaxt seçki olmayıb. Və 1918-ci ildə yaradılan hökumət getdikdən sonra belə Azərbaycan sovetləşdi, yəni transformasiya oldu bu Sovetlər Birliyinə və bundan sonra yenə də Azərbaycanda seçki olmadı. Yəni həmin dövrdə də Azərbaycanda seçilənlər Moskva tərəfindən qəbul edilirdi. Yəni kim seçiləcək, kim gedəcək, kim qalacaq, Azərbaycandakı bütün vəzifələr Moskva tərəfindən təyin edilirdi. Azərbaycanda Sovet dövründə də seçki sistemi olmadı. Sovetlər dağıldıqdan sonra da nə bilim deyirlər ki, yenə Elçi bəy belə elədi, demokratik seçki keçirdi. Bu da boş söhbətdir. Elçi bəy Azərbaycanda seçkini ermənilərin narazılığı, talışların, ləzgilərin narazılığı altında keçirdi. Bu seçkidə hələ də bilinmir ki, kim kimə səs veribdi. Bununla bağlı sənədlər ortada yoxdur ki, seçki nə qədər şəffaf olub, nə qədər insan qatılıb bu şəffaflığı, nə qədər təşkilatlar bu şəffaflığı təsdiqləyib. Yəni bu da qaranlıq məqamlardır. Bu seçki də düzəməlli seçki olmayıb. Bunlar hamısı boş söhbətdir. Elçi bəy də xalq tərəfindən sevilməyib. Məcburi xalqa sırınıb və hələ də onun reklamını aparanlar var. Yəni necə olur ki, Elçi bəy prezident seçildiyi bir dövrdə paralel olaraq talışlar özünün respublikasını qurur, ləzgilər özünün respublikasını qurur, ermənilər özünün respublikasını qurur. Qardaş, buna səs verən kim idi? Kim idi buna səs verən?
Mən indinin özündə belə yəni Sumqayıtda, Bakıda yaşayan insanlardan eşidirəm ki, uşaq vaxtı da eşitmişəm ki, yəni HÇB-yə qarşı olublar. Nə qədər söhbət gedir əhali arasında. Yaxşı qardaş, buna kimdir səs verən? Bunu Əli Kərimli filandan başqa kimdir tərifləyən? Heydər Əliyevdən başqa kimdir tərifləyən? Kim verib buna səs? Boş söhbətlərdir hamısı. Bəlkə də indi demokratik seçki olsaydı, bəlkə yalan demiş olaram, bilmirəm. 15-20% Azərbaycanda kimsə HÇB-yə səs verə bilərdi. Mən demirəm ki, tamamilə HÇB-nin ümumiyyətlə nüfuzu olmayıb. Amma bütün Azərbaycan gəlib buna səs verib, böyük çoxluq bunu seçib. Belə bir söhbət yoxdur, boş söhbətdir. Və həmçinin Heydər Əliyevin seçilməsi, İlham Əliyevin seçilməsi, bunlar da hamısı saxta rəqəmlərdir. Bunu hamımız bilirik. Yəni Azərbaycan bu günlər qədər Azərbaycan ərazisində heç bir seçki sistemi olmayıbdı. Burada hər hansı bir səs vermə olmayıbdı. Yəni yalnız Qarabağ və Talışda, Talış Muxtar Respublikası və Artsaqda seçkilər olubdu və burada demokratik seçki üsulu olubdu. Talışda düzdür, əhali olmayıb, əhali seçməyib, amma bu seçki əhali arasında nüfuzu olan şəxslərin arasında aparılıb. Yəni Talış Muxtar Respublikası bu cür seçki edib. Əhali arasında avtoriteti olan insanları yığıb seçki keçirdi və sonra deyib ki, növbəti illərdə mən həmçinin əhali arasında da seçki keçirdəcəm. Sadəcə buna imkanı olmayıbdı. Digəri isə Azərbaycandan ayrılmağa çalışan Artsaq Respublikası oldu ki, burada tamamilə demokratik seçki keçiribdi. Orada da çatışmamazlıqlar var. Düzdür, mən bunu tamamilə belə çox gözəl, Avropa səviyyəsində adlandıra bilmərəm, amma Azərbaycanla müqayisədə daha ədalətli keçirilib. Yəni Azərbaycandan ayrılmağa çalışan və yaxud da Azərbaycanın tərkibində qurum yaratmağa çalışan qurumlar Azərbaycanın mərkəzi hakimiyyətindən daha ədalətli seçki keçirib. Təsəvvür edirsiniz? Və bundan sonra gəlib mənə deyirlər ki, ay nə bilim Talışlar, kim seçib burada, kim nə deyib? Buraxın bizi, biz də seçki keçirək, görün kimik biz. Şəxsən məni Azərbaycanda seçkiyə buraxsalar, ən azından deputat seçilərəm, ən azından. Yəni orada mənə mane olunmasa, həbs olunmasam, öldürülməsəm, mənə açıq şərait yaradılsa, təbliğatımı da aparıram. Mən sizə deyirəm, ən azından deputat seçilərəm və Talışların arasında nə qədər belə nüfuzlu insanlar var ki, onlar deputat seçilmək səviyyəsindədirlər və yaxud da prezident seçilmək səviyyəsindədirlər. Yəni Mübariz Mənsimov bir dəqiqə burax sən Azərbaycana azad seçki ilə Mübariz Mənsimov gələr Azərbaycanın prezidenti olar. Mən bunu sizə açıq deyirəm. Türklərin özləri başda olmağına hamı onlara səs verər. Yəni bu açıq faktlardır qardaş. Burada yəni nə bilim Azərbaycan belə gəldi, belə getdi. Biz indi çox danışmırıq. Biz istəmirik ki, indi hər şeyi sıfıra salaq. Yəni Azərbaycanı sıfırdan, Azərbaycanın ərazisində sıfırdan nəsə yaradaq. Azdan çoxdan burada bir qurum formalaşıb. Azərbaycan adlı qurum istəmirik bunu çox da belə yıxıb sürüyək və bunu sadəcə inkişaf elətdirmək lazımdır hal-hazırdakı Azərbaycanı. Yəni bizim məqsədimiz odur ki, Azərbaycanı inkişaf elətdirək, bunu bir insanlara yönümlü bir hökumət halına gətirək, dövlət halına gətirək, amma bizə də yəni giz-giz söhbətlər etməyin, axmaq söhbətlər etməyin ki, Azərbaycanın parlaq keçmişi var filan. Azərbaycanın keçmişi zirzibildir. İndi də elə zirzibildir. Sadəcə ortada reallıq yaranıb, yəni bizi hansısa bir beynəlxalq qurumlara qəbul ediblər, beynəlxalq konvensiyalar qəbul olunmuşuq, ölkələrlə diplomatik əlaqələrimiz var və belə bir yerdə yenə də hər şey dağıdaq sıfırdan başlayaq başqa bir dövlətlə, bu da ağılsızlıq olar. Ona görə buna getmirik. Yoxsa ki, nə bilim Azərbaycanın keçmişi var, belə gəldi, elə getdi. Bizə nağıl danışmayın. Bizə nağıl danışmayın. Azərbaycanın heç nəyi yoxdur. Azərbaycanın düzəməlli keçmişi yoxdur. Düzəməlli indiki dövrdə yoxdur. Bu açıq faktdır. Biz əgər inkişaf eləmək istəyiriksə, ölkəni inkişaf elətdirmək istəyiriksə, birinci olduğumuz yeri qəbul etməliyik. Və Talışlara gəlib belə ağızca büzməyin. Yaratdığınız dövlət, dəstəklədiyiniz dövlət bundan artıq deyil. Və burada Talış və ermənilərdən başqa kimsə hər hansı bir normal quruculuq aparmayıbdı. Bakının bütün tarixi abidələri erməni, yəhudi və tatlara aiddir. Burada türk, azəri, nə bilim belə söhbətlər yoxdur. Azərbaycanda alimlərin böyük əksəriyyəti Talışların arasından çıxıbdı.
və yaxud da ləzgilər və avarların sayına baxsaz, onların yetişdirdiyi alim daha çoxdur. Azərbaycanda bu türkçülük hazırki hakimiyyətə meyl edən insanlar ancaq belə bozbaş alimlər zətlər buraxıbdı. Yəni onlar normal alimlər buraxmayıb. Bakıda metronu quranlar ermənilərdir, talışlardır, tatlardır. Yəni hara baxsaz, sizin dövlət quruculuğunda daha az rolunuz, daha mənfi rolunuz var. Bizim isə daha müsbət rolumuz var. Biz bunu hər hansı bir üstünlük kimi çox belə demirik. Yəni çox belə ağartmırıq ki, biz belə olmuşuq, elə olmuşuq. Gəlib burada nə bilim Azərbaycanı zibil vəziyyətinə salanlar sizsiz, gəlib bizdə bizə ağız büzürsüz. Yəni öz həddinizi bilməlisiniz. Bəli, başa düşürük, birlikdə yaşamalıyıq, bu məsələlər var, burada praqmatik olmalıyıq, amma siz də biraz danışığınıza, biraz nə etdiyinizə fikir verməlisiniz. Bunu demək istəyirəm. Azərbaycanda yenə deyirəm, heç vaxt seçki olmayıb, onu biz yaradacağıq, talışlar yaradacaq seçki sistemində Azərbaycanda. Siz bunu edə bilmədiniz. Və talışların seçilmək və seçmək hüququ olanda da bu ölkəni görəcəksiniz, necə gözəl olur, necə rəğbətli olur. Və talışlar da yenə deyirəm, Azərbaycanda o qədər talış var ki, türklərin özü də bunları sevir, daha ədalətli adlandırır, daha ədalətli bir idarəetmə yarada biləcəyinə inanır. Yəni deyirəm, burada Mübariz Məsimoğludur və digər insanların da adlarını çəkə bilərəm. Sadəcə çox belə danışmaq istəmirəm bu haqda. Yəni bu insanların İlham Əliyevdən, sizin seçdiyiniz digər və yaxud da rəğbət bəzlədiyiniz, siyasətini qoruduğunuz digər adamlardan qat-qat daha çox hörməti var. Qat-qat çox hörməti var və Azərbaycanda demokratik sistem yarandığı halda biz çox şey dəyişə biləcəyik.